Sizcə abort bir hüquqdur, yoxsa cinayət? Bu suala cavab vermək üçün həm insan hüquqları, həm də cəmiyyətin etik dəyərləri nəzərə alınmalıdır. Abort, yəni hamileliyin süni şəkildə pozulması, insan cəmiyyətlərində min illərdir müzakirə mövzusu olmuşdur. Tarixi qaynaqlarda abortun Misirdən Yunanistana, Roma imperiyasından Hindistana qədər olan sivilizasiyalarda tətbiq olunduğu qeyd olunur. Bəzi dövrlərdə dini və mədəni cəhətdən abort qadağan olunsa da, digər zamanlarda həkim nəzarəti altında qanuni olaraq həyata keçirilmişdir. Azərbaycan Respublikasında abort qanunvericiliklə tənzimlənir və əsasən 12 həftəyə qədər həkim nəzarəti altında həyata keçirilir. Lakin son dönəmlər tibbi təhsili olmayan şəxslər tərəfindən və ya tibb müəssisələrindən kənarda həyata keçirilən abortlar narahatlıq doğurur. Buna görə də Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinə əsasən bu əməllərə görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur. Bu layihəyə əsasən tibbi təhsili olmayan şəxslər tərəfindən və ya tibb müəssisələrindən kənarda həyata keçirilən abortlar nəticəsində zərər çəkmişə az ağır zərər vurulduqda 1 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə, həmçinin 2 ilədək müddətdə müəyyən vəzifə tutma hüququndan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməllər nəticəsində zərər çəkmişə ağır zərər vurulduqda isə 2 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası, həmçinin 3 ilədək müddətdə müəyyən vəzifə tutma hüququndan məhrum etmə ilə cəzalandırılacaqlar. Həmçinin qadağan olunmuş müalicə üsulları və ya dərman vasitələri istifadə etməklə zərər çəkmişin sağlamlığına zərər vurulduqda 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası, həmçinin 2 ildən 4 ilədək müddətdə müəyyən vəzifə tutma hüququndan məhrum etmə ilə cəzalandırılacaqlar. Bəs sizcə abort hüquqdur, yoxsa cinayət? Bu barədə fikirlərinizi şərhlərdə gözləyirik.